vahiməli sual budur. Vahiməli, ən dəhşətli budur ki, biz Allahı hüzurən, şəxsi və hüzuri dərk edə bilərik şey yox. Yəni, bunun mənası budur ki, insan üçün iki dənə ən mərifət, ən yəqini elm qalır bu dünyada. İki növ yəqini elm var. Qalanları hamısı ünvanlar vasitəsilə vasitəli elmdir. İki dənə yəqini elm var. Bu yəqini elmdə biri budur ki, mən özüm varam, mərifətun nəfs, özümü tanıyıram. Və əgər, ikincisi də budur, əgər sübut edə bilsək, əgər deyə bilsək ki, Allahı şəxsi tanımaq olar və ikinci mərifətdə ən yəqini mərifət bu olacaq. Bilirsiniz nəyə görə? Çünki mərifətun nəfs, mən özümü tanısam, özümü ondan asılı görəcəyəm. Amma necə asılı? Mütləq asılı. Və sonunda özümü görmürəm. Mütləq onu görürəm. İki dənə ən dəyərli yəqin budur ki, insan özü tanıya və özün Allahdan görə, əgər görə bilsə onu, inşallah. İndi məsələ budur ki, Quran bizə hansı mərifətdən danışır? Bu barədə inşallah biraz biz düşünək. Quran hansı mərifətdən dəvət edir? Bizdə iki dənə tanımaq qüdrəti var. Ümumi anlam vasitəsilə vasitəli tanımaq, bir də vasitəsiz, yəni şəxsi tanımaq. Maddi aləmdə şəxsi tanımaq 5 hissiyat üzvülədir, qeyri-maddi varlıqlarda isə, yəni maddi olmayan varlıqlarda isə hüzuri elmlə. Biz Allahı ünvanlara gətiririk zehnimizə, mütləq varlıq, mütləq alim, mütləq qadir. Bunun mənası nədir? Həzrət Əli buyurur ki, o gün hədis oxudum, elə Nəhsül Bəlağanın 1-ci xütbəsi. Deyir, əsl kamil tövhid budur ki, bütün sifətləri Allahdan uzaq edəsən. Deyəsən, Allahın bir zatı, yəni bir zatdır. Nə alimlik, nə qadirlik, nə ki, ayırasan bunları. Biz zehnimizdə ayırırıq, bəli. Zehnimizdə başqa yolumuz yoxdur. Amma Həzrət Əli buyurur, və kəmalul ixlas nəfyüz sifatı ən. Və kamil ixlas odur ki, kamil xalisləşdirmək odur ki, Allahı sifətləri ondan səlb edəsən. Amma biz zehnimizdə Allahı anlamlar ilə tanıyanda, yəni sifətlər ilə, təsəvvürlər, yəni sifətlər. Həqiqət baxımından bu sözdə həqiqət var. Yəni biz zehnimizdə bir büt düzəldirik. Çünki Həzrət Əli buyurur, hər kim Allahı sifətləndirsə, Allahı düzləndirib, yəni Allaha ikilik nisbəti verib, çoxluq nisbəti verib. Allahın zatı bəsitdir, mürəkkəb deyil, onda tərkiblənmə, düzlənmə yoxdur. Biz məcburuq zehnimiz məqamında, həqiqət aləmindən xaric yox, daxili zehnimizdə, həqiqət aləmi xaricdədir zehnimizdən. Amma biz zehnin aləmində gəlirik, ayırırıq ünvanlar, anlamlara və o anlamlar ayna və güzgü rolunu oynayır ki, biz Allahı görək. Amma bu cür Allahı tanımaq təbii ki, nöqsanlı tanımaqdır. Bu bir hərdə insanı kamilliyə çatdırır. Amma bayaqki dediyim söhbət, elə bil sənə yeməkdən danışır, amma yeməyi vermir. Səndə aclıq yaradır, yeməyə şövq yaradır, amma axırda yemək vermir sənə. Bu böyük zülümdür, bəli. Amma Quran, qurban olum ki, Quranın öz metodu var. Peyğəmbərimizin öz metodu var. Buyurur ki, liqaullah həmən ya'məl əmələn salihə və la yüşrik bi ibadəti rabbihi ahada. Kəhf surəsinin 6-cı ayəsi. Qul innəmə ənə bəşərun mislukum yuha iley ennəmə ilahukum ilahun vahid. Deyilən ki, mən də sizin təkin bəşərəm, sadəcə mənə vəhy olur. Sizə vəhy olmur, mənə vəhy olur. Bəşərun yuha iley ki, ennəmə ilahukum ilahun vahid. Həqiqətən, yalnız mənim ilahım vahid, yeganə bir ilahdır. Yəni Allah, məbud. Və fəmən yərcü liqa'a rabbi və hər kim ümid edə Allaha qovuşmağı, baxın, zehni tanımaq deyəndə, yəni o ayrı tanımaqdır. Allaha qovuşmağı ümid edə, gərək əməli salih olar və Allaha şərik qoşmaya. Maraqlı budur ki, Allaha şərik qoşmaya. İndi Allaha şərik qoşmaya, ki bu özü geniş bəhsdir, aydındır. İndi sual budur ki, indi sabahki bəhsimi mən təqdim edim inşallah. İndi istəyirik biz bunu açıqlayaq. Bizə Quran
huzuri elm verə bilər ya yox? Sualdır. Bunun haqqında təfəkkür edin. Huzuri elm, yəni ünvan və anlam vasitəsilə Allahı tanımaq bu fəlsəfə elmidir. Məntiq, fəlsəfə elmi, oxuduğumuz kitablar, danışdığımız şeylər, bunlar hamısı anlam. Amma sual budur ki, biz Allahı şəxsi və huzuru tanıya bilərik ya yox? Təbii ki, bilərik. Amma ikinci sual budur ki, Quran bizə, Allah bizə Quranda şəxsi və huzuri elmi verə bilər ya yox? Əsas şəxsi və huzuri elmi necə əldə eləmək olar? Bax, əsas sual budur. Əsas sual budur. Əsas metodlu sual budur. Köklü sual budur. Şəxsi və huzuri elmə çatmaq necədir? Çünki orada anlam, ünvan, vasitə rol oynamır. Vasitəsiz olaraq həqiqətin özü sənin yanında hazır olur. İndi buna necə çatmaq olar? Əslən, Quran bizə bu elmi verə bilər ya yox? Bunun haqqında inşallah sabaha kimi təfəkkür edək. Əziz izləyicilər, xahiş edirəm sizdən.